Hava bugün günəşlidir. Biz isə gedirik düşərgəyə, yollanırıq Tələbə Gənclər Təşkilatının yarmarkasına. Yarmarkada müxtəlif Tələbə Gənclər Təşkilatlarının stendləri olacaq və o stendlərdə onlar öz imtiyazlarını yeni tələbələrə təqdim edirlər ki, məsələn siz bizim təşkilata qatılsanız, siz falan endirimlər əldə edəcəksiniz, sizə falan tədbirlər açılacaq və s. və ilaxır. Maraqlıdır, öyrənmək istəyirəm, ümumi fərqləri bilmək istəyirəm ki, yerli Azərbaycanda olan məsələn təşkilatlar nə təklif edir, burada nə təklif olunur, fərqləri baxım, öyrənim, kəşf edim, sizinlə də bölüşəcəm. Hal-hazırda qatarı gözləyirəm və ümumi infrastrukturu incələyirəm. Buradakı ictimai nəqliyyat haqqında mənim fikirlərim yaranır. Bunu deyə bilərəm ki, qısa olaraq 26 kvadrat kilometrlik şəhər üçün, yəni yetərincə kiçik bir şəhərdir. Çox mobildir. Mən bunu keçmiş kadrlarda da qeyd etmişdim. Hər növ nəqliyyat vasitəsi var. Hal-hazırda mən tramvay gözləyirəm. İnsanların əksəriyyəti velosipedlərdən istifadə edir və velosipedlərin, o cümlədən zolaqları adi avtomobil yollarının zolaqlarından deyil, onlar ayrıca gedirlər. Bu da mobilliyi daha da rahatlayır. Burada hər şey dəqiqə bə dəqiqə çalışır. Orada ekranda görürəm ki, 13:56-da mənim tramvayım gələcək, mən ona minəcəm. Təqribən ümumi yolum 20 dəqiqədir. Nəzərə alsaq ki, o 20 dəqiqənin 10 dəqiqəsini mən sadəcə olaraq piyada gəzirəm ki, tramvaya çatım, tramvaydan çıxım, öz nöqtəmə ulaşım. Məncə bu bir tələbə üçün çox vacibdir ki, ictimai nəqliyyat yüksək səviyyədə çalışsın. Elə ölkələr var ki, orada universitetə çatmaq üçün insanlar adətən ya taksidən istifadə edir, ya öz avtomobil almaq məcburiyyətindədir. Çünki ictimai nəqliyyat o qədər də inkişaf etməyib. Amerikanın bəzi şəhərlərində, bəzi ştatlarında, o cümlədən Amerika ümumiyyətlə çox böyük bir ölkə olduğuna, nəhəng bir ölkə olduğundan dolayısı orada sadəcə bəzi şəhərlərdə metro stansiyaları mövcuddur, yerüstü qatarlar var və yaxud da avtobuslar. Əksər yerlərdə isə universitetlər şəhər mərkəzindən uzaqda yerləşir. Ona görə artıq müəyyən bir zamandan sonra ilk 6 aylıq adaptasiya vaxtından sonra tələbələr avtomobil götürməyi tərcih edirlər. Bu baxımdan Avropa daha əlverişlidir, çünki hər şey əlçatandır. Düşünürəm ki, bu bir tələbə üçün ən prioritet olan məqamlardan biridir. Şəxsən mənim üçün çox xoş anlardan biri hal-hazırda yaşanılıb. Özümə fitness klub tapmışam. Adı Gerda Hallendir. Gerda Hallende sən tələbəsənsə aylıq təqribən 20-25 avro ödəyirsən və çox nəhəng geniş bir fitness zalına, o cümlədən tenis dərslərinə və s. qoşula bilərsən. Bu çox yaxşıdır. Mən Bakıda daim idmanla məşğul olmuşam və bu mənim həm disiplinim, həm gündəlik, həftəlik rutinim olub. Və burada artıq tapdığıma görə çox şadam və universitetə çox yaxındır. Mənim korpusum buradadır, düz şəhərin mərkəzində və təqribən 5 dəqiqə piyada yol qət edəndən sonra artıq fitness kluba daxil olursan. İndi bir digər klublara da daxil olacağam, onlarla da danışacağım, onlar haqqında təəssüratlarımı da bölüşəcəm. Çox maraqlıdır. Uzun müddət ərzində əziyyət çəkəndən sonra, gecələri yatmayandan sonra, saysız hesabsız oxuyub, könüllü olub, işləyib, CV-ni doldurandan sonra, müraciətləri incələyəndən sonra gəlib çatırsan və sən anlayırsan ki, sən arzuladığın universitetin meydanındasan. Bu sözlə ifadə olunmayacaq qədər gözəldir. Ətrafdakı mühiti görürsüz, təbiəti görürsüz. Mən bunu öz gözlərimlə görürəm, sizinlə bölüşməkdən məmnunam.
Küləyi belə xoşdur. Tələbə olmaq çox gözəldir. İstədiyin yerdə tələbə olmaq, layiq olduğun yerdə tələbə olmaq, əziyyət çəkib daxil olduğun yerdə tələbə olmaq qədər bir gənc üçün ikinci daha gözəl, daha xoş hədəf yoxdur. Yerdə oturmuşam. Buranın havası çox təmizdir, təbiəti o cümlədən çox xoşdur. Demək, klubun prezidenti ilə danışdım. Təcrübəm haqqında onunla fikirlərimi bölüşdüm. Məlumatlandırıcı ki, bəs formulada çalışmışam, uzun müddət ərzində həm könüllü olaraq, sonra təşkilatı heyətin üzvü olaraq, müvəqqəti olaraq, sonra daimi işçi heyətinin üzvü olaraq işləmişəm. Ondan sonra Carlsberg qrupda çalışmışam. Avropa İttifaqında uzun müddət könüllü və sonra səfir olmuşam və s. Yəni onunla yanaşı və saysız hesabsız digər könüllülər və o mənə bildirdi ki, sənin təcrübən həddindən artıq çoxdur və bizim üçün çox faydalı olar ki, sən klubun çox yaxın zamanda kommunikasiya departamentinin direktoru seçiləsən və biz idarə heyəti olaraq bu qərarı vermək istəyirik. Sən sadəcə bu gün ərzində bizə bizim elektron poçt ünvanımızı, öz CV-ni və özü haqqında sosial şəbəkələrdəki akkauntlarını, səhifələrini göndər. Biz də baxaq, incələyək. Çox xoşdur. Sən anlayırsan ki, sənin uzun müddət ərzində çalışdığının bəhrəsini görürsən. Bu bir tələbə üçün, bir gənc üçün bundan daha dəyərli düşünürəm ki, bir şey ola bilməz. Sonra digər birliklərə qatıldım, onlarla danışdım və birliklər tam olaraq endirimlər və istiqamətlər, maraqlar üzrə istiqamətlərə bölünüb. Orada elə bir nationlar var ki, haqqında nationdır, tamam, siz orada daxil olursunuz və siz tam olaraq pulsuz yemək əldə edirsiniz, tutalım və yaxud da endirimli yemək əldə edirsiniz. Sonra digəri var, sadəcə musiqi klubudur. Orada axşamlar musiqi konsertləri verilir, insanlar müxtəlif tematik yerlərdə, belə deyim, qeyri-adi məkanlarda öz musiqi konsertlərini, yığıncaqlarını təşkil edirlər. Elə məsələn Lunch Nation-da orada sadəcə və sadəcə partilərdir. Yəni sadəcə və sadəcə gecə klubudur, sadəcə və sadəcə insanlar əylənir. Axşam və deyir ki, məsələn, 1-ci, 5-ci günlər ərzində bizdə 3 kurslu yemək var. Sonra 2-ci gün filan kafedə yığışırıq, 3-cü gün filan pubda yığışırıq, 5-ci, 6-cı gün filan klubda, universitetin penthouse-unda, tam panoramik, mənzərəli bir yerdə. O sadəcə bizimdir və biz orada yığışırıq və orada partiləri təşkil edirik, DJ-lər dəvət edirik. Çox maraqlıdır. Amma deyir ki, bazar günü oxumaq üçündür, bazar günü heç nə təşkil eləmirik. Maraqlıdır, oradan maraqlıdır. Orada müxtəlif beynəlxalq təşkilatların nümayəndələri də mövcud idi, var idi və sən hər birinə qoşula-qoşula, yavaş-yavaş incələyə-incələyə sən artıq başa düşürsən ki, hansı sənin ruhuna daha yaxındır. Onların mobil tətbiqi də mövcuddur, adı Stukdur. Sən o Stukda artıq seçə bilirsən ki, mən filan birlikdə olmaq istəyirəm. Elə birlik deyir ki, sən həm məndə ola bilərsən, həm başqa birlikdə ola bilərsən. Eləsi də var ki, sən mənim klubuma daxil olursansa, daimi olaraq mənim klubumun üzvü seçilirsən və digər klublara qatıla bilməzsən. Hamının öz, belə deyim, missiyası var, hamısının öz ideologiyası var, çox maraqlıdır. Qoşulmaq, bu sadəcə universitetə daxil olursunuzsa, sadəcə gəlim, oxuyum, mühazirələrə qoşulum, seminarlarda cavab verim deyə universitet illərinizi hədərə verməyin, xərcləməyin, israf etməyin. Universitet çox böyük bir gücdür, universitet çox böyük bir resursdur və siz o resursdan düzgün şəkildə istifadə etsəniz qazanacaqsınız. Kimsə təbii ki, deyə bilər ki, mən bunu Avropadakı universitetdə oturaraq bildirirəm və bunu mənə demək çox rahatdır. Amma və lakin mənim ən qədər tanışım var ki, yerli universitetlərdə, istər Bakıda olsun, istər regionda olsun, o özünü nümayiş etdirərək yüksək zirvələri fəth edib, xaricə də gedib, proqramlara da qoşulub, istədiyi işə də nail olub və onu qazanıb. Bu sizin özünüzdən asılıdır. Siz bunu anlamalısınız ki, siz öz həyatınızın memarısınız, siz öz həyatınızın zərgərisiniz və öz işinizi nə qədər dəqiqliklə, nə dərəcədə yüksək maraqla inşa etsəniz, yaratsanız, bir o qədər də qazanacaqsınız. Yəni, öz həyatınızı, öz karyeranızı böyük bir bostan kimi, böyük bir bağ kimi təsəvvür edin və o bağda əkdiyiniz hər bir ağac, hər bir bitkiyə nə qədər, nə dərəcədə və hansı qayğı ilə onu yetişdirsəniz, onun barı da bir o qədər gözəl olmaq şansı var və şansı %100'dür. Oturmuşam burada, mən anlayıram ki, mən xoşbəxtəm. Xoşbəxt olmaq
nə maddiyyatdan asılıdır. Xoşbəxt olmaq nə hər hansı bir maddi, material resursdan asılıdır. Təbii ki, o da bizə bir instrument olaraq, bir alət olaraq nəyisə nail olmağa kömək edir, vadar edir. Amma sənin ruhun heç bir maddi üsulla, təbii ki, sən sağlam düşüncəli insansansa, heç bir maddi üsulla tamamlana bilməyəcək. Sən bunun üçün ruhuna uyğun bir yerə getməlisən. Yəni, gəncəm, cavanam, yetərincə təcrübəm var, tələbəlik illərimi yaşayıram, amma bunlarla yanaşı məni sadəcə olaraq hal-hazırda xoşbəxt edən burada oturmağımdır. Nə hər hansı bir oturacaqdayım, nə hər hansı bir skamyadayım, heç arada. Mən sadəcə olaraq otun üzərində oturmuşam. Ətrafda da gənclər var, təbii ki, burada çəkmirəm. Onlar da hamısı oturub özləri üçün ya təkdir, düz qabağımda velosipedini park edib, durmasını götürüb, heç nə. Çantasının üzərində oturur, telefonda və yaxud da kitabını oxuyur, tək və yaxud da kimlənsə telefonla danışır və sən anlayırsan ki, sən bu həyatda 1-0 qabaqdasan, amma bu sənin uğur qazancındır, amma sənə, belə deyim, sənin şansın gətirib deyə bir şey yoxdur. Təbii ki, sizin yolunuzda şansın gətirib, sən sadəcə şanslısan, sənə filan kəs kömək edib, dəstək ola bilirsiniz. Biz hamımız bir-birimizə dəstək oluruq və olmaqda çox yaxşı müsbət tərəflər var. Sizin gedəcəyiniz yolda, könüllü olacağınız yolda sizə qıraqdan çoxlu iradlar bildirəcəklər, çoxlu tənqidi, kimsə də ələxüsus aşağılayıcı nəsə deyə bilər ki, sən pulsuz işləyirsən, təmənnası səni işlədirlər, səndən sadəcə istifadə edirlər. Sizə inandırım ki, bugünə qədər könüllü olmaqdan heç bir kəs mənfi təəssüratla getməyib. Təbii ki, burada seçicilik də vacibdir ki, A'dan Z'yə kimi hər yerə gedəsən və təbii ki, orada biri yaxşı, biri daha pis ola bilər müqayisə əsasında. Seçici olmaq, araşdırmaq çox vacibdir. Amma nəticə etibarilə könüllü olursan, könüllülük sənə dostluqlar qazandırır, könüllülük sənə şəbəkələşməyə kömək edir, maariflənirsən. Artıq xaricə gözünü açırsan, xarici dünyaya gözünü açırsan və sən anlayırsan ki, sənin ölkən gözəldir, perspektivlidir, hal-hazırki dövlətçiliyi cavandır, gəncdir, amma sənə əlində olan perspektivləri və şansları verir, bəxş edir. Sən isə onlardan faydalanırsan və sonra yoluna davam edirsən. Təbii ki, bizim hədəflərimiz çoxdur, istəklərimiz çoxdur. Burada ən əsas fokuslanmalı olduğumuz şey ruhumuzun istədiyidir. Canımıza, qəlbimizə, ürəyimizə sual vermək çox vacibdir, onu dinləmək çox vacibdir. Hal-hazırda mən sadəcə daxili özümə burada oturaraq, sizinlə danışaraq, bu havanı nəfəs alaraq, burada oturaraq daxili özümə təşəkkürümü bildirirəm. Çünki onun enerjisi, onun dəstəyi olmasaydı bu mümkün olmayacaqdı. Onun istəkləri nəticəsində mən buradayım. Ailəmin mənə verdiyi müəyyən nəsihətləri və mənim doğulduğum andan etibarən bugünə qədər göstərdiyi mənəvi dəstəkdən, sosial dəstəkdən, maddi dəstək və s. və axır. O dəstəyin nəticəsidir ki, siz buradasınız. Heç bir kəs öz-özünə deyil, öz başına deyil. Ətrafınıza gözəl insanlar toplayın, seçici olun. Kimsə sizə pislik eləyirsə, yaxşılığınızdan qalmayın. Təbii ki, onu artıq filtrdən keçirdirsiniz, əleyhdən keçirdirsiniz, amma yaxşı insan olmağa davam edin. Çünki yaxşı insan olaraq siz o yaxşılığı öz üzünüzə, öz simanıza əks etdirirsiniz, üzünüzdən nur yağır və siz anlayırsınız ki, mən bu həyatda 1-0 qabaqdayam. Görürsünüz, mənim sadəcə olaraq bu gün oyanmağım, səhər yeməyimi bitirməyim, əynimi geyinib, ictimai nəqliyyata minib bura gəlməyim, 1-2 saat burada fırlanıb kimlənsə tanış olmam, nə qədər xoş emosiya mənə bəxş etdi. Hərəkət edin, hərəkətdə olun. Bu həyat sizindir. Siz həyatın hökmdarısınız, öz həyatınızın hökmdarısınız. Siz onu idarə edirsiniz. Kiminsə sizin həyatınızı idarə etməyə heç bir zaman imkan verməyin. Hər hansı bir işə görə, maaşa görə, vəzifəyə görə, hər hansı bir imkana görə özünüzü qurban verməyin. Bilin ki, sizə ruzunu verən daim Tanrıdır. Tanrıya inanmaq, Tanrını sevmək, onu yanında hiss etmək daim çox gözəldir. Mən burada hər hansı bir dini propaganda təbii ki aparmıram. Bu sadəcə mənim emosional olaraq düşündüklərimdir və tövsiyə etdiklərimdir.
ümumiyyətlə disclaimer kimi də demək istəyirəm ki, bu səhifədə və mənim yaratdığım istənilən səhifədə heç bir kəskin və həssas mövzulara toxunulmayacaq. Bu dindən söhbət gedə bilər, hər hansı bir dünya siyasətindən söhbət gedə bilər, intim münasibətlərdən söhbət gedə bilər. Bu səhifələr, mənim yaratdığım məzmunlar gənclərin maariflənməsinə fokuslanıb və hədəflənib. Ona görə burada sadəcə bu mövzular danışılacaq. Siz burada özünüzü, mən burada necə parkda rahat özümü hiss edirəm, mən istəyirəm ki, siz də özünüzü elə rahat hiss eləyəsiniz. Öz çayınızı dəmləyəsiniz, kofenizi dəmləyəsiniz, hazırlayasınız, yanına bir şokolad və yaxud da istədiyiniz digər bir təamı qoyasınız və axşam dərsdən sonra, uşaqlarla görüşəndən sonra öz evinizdə, öz otağınızda və yaxud da qonaq otağında oturub izləyəsiniz. İzləyib öz dünya görüşünüzü genişləndirəsiniz. Bax belə. Vloglar çox olacaq, danışıqlar və monoloqlar çox olacaq, amma bilirəm ki, sizin buna ehtiyacınız var. Çünki mənim də vaxtı ikən buna çox ehtiyacım var idi ki, mən hər hansı bir məzmuna baxım, kiməsə dinləyim və o insan mənə motivasiya olsun. O insan mənə göstərsin ki, sən düzgün yoldasan, sən tək deyilsən. Və düşünürəm ki, Azərbaycanda keyfiyyətli məzmun yaratmaq Azərbaycanlılar tərəfindən mümkündür. Nə qədər də ələkdən keçirilməmiş məzmun mövcuddur hal-hazırda sosial şəbəkədə. Vaxt etibarilə, müddət keçdikcə, vaxt keçdikcə bu hamısı düzələcək və öz yerini tapacaq. Özünüzə inanın, özünüzə inkişaf etməyə davam edin. Heç bir zaman vaz keçməyin. Çünki bilin ki, siz bunun hamısını özünüz üçün edirsiniz və sonda mən xoşbəxtəm demək istəyirsinizsə, dayanmayın, davam edin. Məşə bəy, random məkanlardan sizə qoşuluram. Hal-hazır ki, getdiyimiz yer İK marketdir. Bazarlığa gedirəm. Nahar yeməyi üçün bəzi məhsullar almalıyam. Makaronudur, ətidir, yağıdır, belə. Çünki özümə Ürüstadan alış-veriş mərkəzində tavanı almışdım, dərin göstərmişdim sizə. Yeməklərimin çeşidini artırmaq istəyirəm. Çünki istər yarım fabrikat yeməklər olsun, istər soyuq, hazır yeməklər olsun, bu atışdırmalıq üçün yaxşıdır. Amma bir Azərbaycanlı üçün isti, xörək, ət olmaması çox böyük bir problemdir və kəskin olaraq bu məndə özünü büruzə verir. Keçdiyim yer hal-hazırda fərdi yaşayış yerləridir. Burada yeganə fərq ondadır ki, hasarlar təbii olaraq bitkilərdən və ağaclardan ibarətdir. Yəni daşlı hasarlar deyil, çəpərlər deyil. Evdəkilərlə video zəngdə danışanda elə bu tərəfdən keçirdim. Zarafatçasını buranın lund bağları adlandırmışıq. İnsanlar burada oturur, çətirləri var, sonra şezlonglarını qoyublar və zaqar alırlar və s. Maraqlıdır. Buradakı insanların həyat tərzi 0.5x-lə gedir. Çox sakit, çox rahat. Bu mənə bir xarici olaraq, bir əcnəbi olaraq o cümlədən yaxşı təsir edir, müsbət təsir edir. Çünki bir tələbənin adaptasiya dövründə ətrafdakı mühit bir mənalı olaraq vacib bir rol oynayır. Prioritetdir ki, hər şey rahat olsun, sizin həyatınız o cümlədən. Və burada insanlar çox sakit danışır, çox sakit həyat tərzi sürürlər. Bu isə mənə də kömək edir ki, mən öz fikirlərimə fokuslanım. Buradakı işlərim çoxdur, eləməli olduqlarım çoxdur, planlarım və s. fikirlərim, onların hamısını bir yerə toparlamaq vacibdir. Çünki yeni bir ölkəyə, yeni bir məkana, yeni bir tamamilə əcnəbi olduğun yerə, qürbətə gələndə sən artıq həyat tərzi tam olaraq dəyişirsən. Bu beyin üçün, sən gündəlik bundan öncə illər boyu yaşadığın rutin üçün elementar olaraq sən getdiyin, çıxdığın məkan, ev, getdiyin nəqliyyat vasitəsi, çatdığın məkan, məktəb, universitet və s. fərq eləmir. Onlar hamısı gündəlik əsasda təkrarlandığına görə sən artıq onu öyrəşirsən və birdən-birə tamamən sıfırdan başqa bir həyata başlamaq olduqca hazırlıq istəyir, yaxşı bir hazırlıq istəyir. Sizinlə danışa-danışa gəldim, çatdım İK marketə və burada yerləşib qıraqda. Gedim ora, çalışacağım ki, mənim məhsulları çəkim. Siz də görəsiniz, qiymətləri müqayisə edəsiniz. Təbii ki, mən burada alış-verişi və s. etdikdə həmən şəxsi təcrübəmdən əsaslanaraq onu eləyirəm ki, soyuducumu necə yığıram, meyvəsi olsun, o məmulatları olsun. Hamısını çalışıram ki, o tələbə büdcəsi civarında edim
Çünki bu mənim çəkdiyim nümunədir ki, siz də artıq öz ölkənizə, öz xarici ölkənizə köçdüyünüz zaman bir növ sıfırdan başlamayasınız, heç olmasa 1-0 qabaqda olasınız. Əsas məqsəd də budur. Daxil olaq, baxaq görək nə alırıq. İki dəqiqəlik bir breykə ehtiyacım var. Bazarlığı bitirdim, İKA'dan çıxdım. Oturmuşam burada skamyada. Hava gözəl. Hələ də bu arada günəşlidir, hələ də hava aydındır. Elə fürsətdən istifadə edərək sizinlə fikirlərimi bölüşüm. Ümumi xərclədiyim məbləğ burada 800 krondur. Mənim söylədiyim və dediklərim məbləğləri heç bir qaydada xərclədiklərimi Azərbaycan manatına da çevirməyin. Soruşa bilərsiniz, niyə? Çünki Azərbaycan manatına çevirmək və Azərbaycan manatı, onun alıcılıq qabiliyyəti, məzənnədən söhbət gedir, valutadan söhbət gedir. Onu müqayisə etmək absurddur. Çünki iqtisadiyyatlar fərqlidir, vergi siyasəti fərqlidir. Alış-satış sistemi fərqlidir, istehlakçı-istehsalçı münasibətləri fərqlidir, çeşidləmə fərqlidir, hamısı fərqlidir. Ona görə mən nəyisə tutalım, mən burada nəyisə Azərbaycan manatı ilə müqayisə etsəm, məsələn, daha ucuza alıram, amma ictimai nəqliyyatım daha bahalıdır, tutalım. Amma burada nə maaşı, nə xərci və s. bu, yəni aylıq mənim xərclərim heç də eyni deyil. Ona görə o məbləğləri çevirməyin. Sadəcə anlayın ki, mən hər hansı bir ölkəyə gəlirəmsə, onu nəzərə alın daha doğrusu ki, mən hər hansı bir ölkəyə gəlirəmsə, ilk həftəm ərzində mən bazarlığımı, soyuducumu 0-dan 100-ə qədər doldurmaq üçün edirəm. Və burada da o deməkdir ki, mənim mühüm alış-verişlərim olacaq, mənim mühüm bazarlıqlarım olacaq, ətdən ibarət olan, meyvə-tərəvəzdən ibarət olan, hər hansı bir gigiyenik məhsullardan ibarət olan və s. Sizə növbəti tövsiyəm odur ki, siz hər hansı bir xarici ölkəyə gedəcəksinizsə, ki, mənə baxırsınızsa çox güman gedəcəksiniz və yaxud da onun arzusundasınız, hər birinizə bunu arzulayıram. Siz 1 il və yaxud da 2 il öncədən ən azından hazırlıqlar aparırsınız, müraciətlərinizi göndərirsiniz. O 1-2 il var, hansı ki sizdə qalıb gözləmə müddəti, ya cavab gözləmə müddəti, ya səyahət etmə gözləmə müddəti. O müddət ərzində evdəkilərdən xahiş edin ki, sizə ev işlərini, məişət işlərini öyrətsinlər. Gənc qızlarımızda, gənc xanımlarımızda bu cür vərdişlər daha çoxdur. Onlar alışıblar. Uşaq vaxtından anaya kömək eləmək, istər mətbəxdə, istər evdə, hər hansı bir yer yığış məsələsində. Oğlanlar əksəriyyət olaraq, təbii ki, istisnalar mövcuddur, amma biz burada əksəriyyətdən irəli gəlirik. Erköyün böyüdürlər. Yəni ki, mən bunu öz adımdan demirəm, çünki məndə məsələn ailədə elə olmayıb. Məndə ailədə maksimum olaraq mən ev işlərinə qatılmışam və iştirakçısı olmuşam. Əksər ailələrdə elə deyil. Anası deyir ki, əl vurma, nənəsi deyir ki, əl vurma. Atası ümumiyyətlə çox da o məsələlərdə iştirak eləmir. O da atasına baxır, görür ki, atası axşam gəlir, işdən məsələn yorğundur, çörəyini yeyir, ya nəsə eləyir, ya oturur, dincəlir. O da ondan ibrət götürərək gör ki, mən də oğlayım, mən də kişi xeylağıyım, cavan olsam belə, yəni heç bir fərqi yoxdur. Mən də onun kimi eləyim. Xeyr.
siz özünüz tək yaşamaq üçün hazırlıqlar aparmalısınız. Xörək baxımından sizin əlinizin duzu olmaya bilər. Hamı Michelin aşpazı doğulmayıb və bu normaldır. Amma elementar olaraq ev işlərini, təmizlik işlərini aparmaq bunu hamımız bacarırıq. Çünki burada fitri istedada ehtiyac yoxdur. İstər hamam otağının təmizlənməsi bu çox amma çox vacibdir. Çünki bu gigiyenadır. Yəni bunu mən altından 115 dəfə xətt çəkəcəm. Çünki bu çox vacibdir. Mətbəxin təmiz olması, yatdığınız, çalışdığınız otağın təmiz olması, xörək bişirdiyiniz və yemək yediyiniz masanın üzəri hamısı tərtəmiz olmalıdır. Evinizin qarşısı təmiz olmalıdır. Sizin zibil atma bacarığınız belə çox amma çox peşəkar səviyyədə olmalıdır ki, mən zibili necə kateqoriyalara bölürəm. Nə dərəcədə tez bir zamanda mən onu atıram və yeniləyirəm. Çünki elə zibil var ki, uzun müddət qala bilər, elə zibil var ki, dərhal onu atmalısan və yaxud da əlavə paketləməlisən, sonra zibil yeşiyinə atmalısan. Bu kimi incəliklər sizin həyatınıza həm gözünüzü açır ki, mənim olğun tək müstəqil həyatım nədən ibarətdir. Çünki mən danışıram, bu sözdə çox sadədir ki, qulaq astım, Rafael dedi, super, əla, öyrənəcəm, görəcəm, baxacam. Xeyr, elə deyil. Bunu siz özünüzdə bərdiş halına keçirməlisiniz, almalısınız. Və nəticə etibarilə siz müstəqil həyata qədəm qoyduğunuz zaman bazarlıq da sizin həyatınızın gündəlik demək olar ki, bir parçası olacaq. Təbii ki, siz xaricə gəldiyinizdə hamımız gənc, hamımız cavanlıq, internetdə, sosial şəbəkələrdə və s. ölkəyə idxal olunmayan, o da tələbat az olduğuna görə ölkəyə idxal olunmayan məhsullara baxırıq, bilmirəm. Hansısa çipsin tutalım, hansısa bir qeyri-adi bir dadı və yaxud da hansısa bir qazlı içkinin limited edition bir versiyası və s. və burada xaricə gələndə xeyli var, çünki burada məhz istehsal olunur, burada məhz o marketing komandaları onu icad edir və bazara buraxır. Gələcəksiniz, alacaqsınız, çox gözəl. Abur-cuburla öz rasionunuzu doldurmayın. Şokoladdısa, protein üçündürsə, enerji üçündürsə, Snickers'i. Yəni bu net olaraq budur, ondan başqasını almayın. Kaloriyası çoxdur. Siz o kaloriyanı nə ilə əvəzləməlisiniz? Hər hansı bir hərəkətlə, aktiviti ilə. Və alırsınızsa keyfiyyətli məhsullar alacaqsınız. Bir gün bunu yedim, sabah onu yedim. O fast food'a getdim. Bu məsələn, burada da o cümlədən dönərxanalar mövcuddur. O tez bazar yedim, getdim, 5 avromu verdim və salam, mən toxam, xeyr. İsti xörək qəbul etməlisiniz, şorba qəbul etməli. Bu sizin mədəniz üçün müstəsna olaraq çox vacib bir şeydir. Mən o günləri oturmuşdum. Bir ticarət mərkəzinin konsepti çox maraqlıdır. Orada heç bir alış-veriş mağazası yoxdur, sadəcə restoranlardır. 2-3 mərtəbə sadəcə restoranlardan ibarət olan ticarət mərkəzidir. Və orada oturdum, heç nə. Təqribən 100-150 kron vermişdim. Bu boyda kəsə çox keyfiyyətli bir balıq şorbası içdim və mən hiss eləyirəm ki, mədəm özünü çox yaxşı hiss edir. Durumu yaxşıdır. Nəyə görə? Çünki mədə o qidanı qəbul etməlidir. Sadəcə quru, sadəcə yağda bişirilmiş xörəklər yox. Rasionunuza fikir verəcəksiniz. Rasionunuza fikir vermədiyiniz təqdirdə sağlamlığınızda problemlər yaşana bilər. Buradakı səhiyyə sistemi isə sizə belə deyim, şəxsən təbii ki, müşkür ki, rastlaşmamışam, amma hər bir küncdən, hər bir insandan, hər bir ağızdan eşidirəm ki, burada səhiyyə sistemi o səviyyədə deyil. Ən azından əcnəbi üçün. Ona görə Azərbaycandakı səhiyyə sistemi qat-qat daha yaxşıdır. Yəni ilkin tibbi yardım göstərmək, müəyyən klassifikasiyaya uyğun olaraq xəstəlikləri sağaltmaq bizdə daha yaxşıdır, qat-qat daha yaxşıdır və daha belə deyim, əl çatandır maddi nöqteyi nəzərdən, o cümlədən. Ona görə sizə tövsiyəm odur ki, bazarlıq etdiyiniz zaman sağlam qidalardan istifadə edin. Xaricə getmədiyiniz dönəmdə və xaricə getməyi gözlədiyiniz dönəmdə evdəkilərdən dəstək istəyin, kömək istəyin, iştirak istəyin, tələb edin, deyin ki, mən onu eləmək istəyirəm, bunu eləmək istəyirəm. Sən məsələn polları təmizləmə, mən polları təmizləyəcəm. Sən hamamı təmizləmə, mən təmizləyəcəm. Bir dəfə mənə göstər, eləyim. Paltar yuyanda hansı paltarı bir-birinə qarışdırmaq olar, olmaz, onu bilim. Hansı kimyəvi məhlulu əlavə etmək olar, olmaz, onu bilim. Hansı rejimə qoyum, necə təmizləyim. Yəni hər şey süni zəkadan soruşdum, elədim deyə deyil. İnsanın insan təcrübəsi, insan faktoru,
çox vacibdir. Ona görə yavaş-yavaş yollanaq. Sizinlə danışdım arası bir 8-9 dəqiqə. Özümə gəldim, dincəldim. Hava da çox gözəldir. Təmiz hava, təbiət. Çantamızı götürüb, bazarlıqlarımızı götürüb və yollanırıq evə. Mətbəxə baxaq görək nə götürmüşəm və ondan nə bişirəcəm. Çatdıq evə və gəlin baxaq nə almışıq. 630 qramlıq Nutelladır, ən böyük bağlamadan. Barillanın bazilikosunu qatacam makarona və çox güman ət toplarına qatacam. Yanında qarğıdalı, konservləşdirilmiş qarğıdalı almışam. Uzun müddət mənimlə gedəcək, olacaq harası bir həftə 10 gün ərzində. Yağ seçimində sizə tövsiyəm odur ki, yağda qənaət eləməyin. Məsələn, 10 manat, 20 manat daha baha olsun, fərq etmir. Bu yağdır. Yağ sizin qidanızın fundamentidir və çox amma çox keyfiyyətli olmalıdır. Azərbaycanda məsələn olanda mən ilk əvvəl zeytun bağlarından istifadə edirdim alternativ olaraq və digər Aliviya da var idi. Tam adı yadımda deyil, o da satılır. Burada fikir verməli olduğunuz bir şey var ki, siz zeytun yağı alırsınızsa, o zeytun yağı xörək bişirmək üçün olmalıdır. Burada bəziləri var ki, onlar sadəcə salata qatırsan, çörəyin üzərinə qatıb bişirirsən və s. Bu məhz xörək bişirmək üçündür. Siz də xörək bişirmək üçün götürün və sizin uzun müddət gedəcək, tək yaşayırsınızsa siz nə qədər yağ istifadə edəcəksiniz maksimum. Bu ət topları. Yəni sizə yaxından göstərim. Hamısı ayrı-ayrılıqda bütün ətlər 10-12 manat civarındadır. Özüm demişdim ki, məzənnəyə çevirməyin, sadəcə anlayış üçün bildirəm ki, biləsiniz ki, tam olaraq burada, yəni siz bura Azərbaycan manatı ilə gələcəksiniz, təbii ki, ədəki maksimum dollarla. Demək, bu kotletlərdir, bu burger üçün nəzərdə tutulub, amma bildiyimiz kotletdir. Bu inək ətindən pişirilmiş, hazırlanmış daha doğrusu yarım fabrikatlardır. 4 ədəddir. Bu bir nəfər üçün bir ədədi bir xörək qəbuluna kifayətdir. 600 qramlıq toyuq filesidir. Alətlər də deməli süzgəcimiz makaron üçün lazım olacaq. Gördüyümüz kimi daha fərqli paketdədir. Burada İsveçdə o qədər də populyar olmayan bir qida növüdür. Pomidorlar ən sevimlilərim. Keyfiyyətli bir sezar sousu. Sousu götürəndə yağa necə yanaşırsınız, sousa da elə yanaşın. Və mənim qızıldan hazırlanmış 7 manatlıq çörəyimdir. Bu ayrı bir ürək ağrısıdır. Azərbaycandakı bir manatlıq çörəyin həsrətindəyəm hal-hazırda. Keyfiyyətlidir, heç nə demirəm. Covdar çörəyidir, üzərində bilmirəm, tumudur, falanıdır, büşmük yanıdır. Təbii ki, bunun saxlama müddəti də daha çoxdur. Təqribən 8-9 gün arasıdır. Keyfiyyəti yaxşıdır. Amma qiyməti də o cümlədən fərqlənir. O mədəni şoku Azərbaycandan gələndə xaricə yaşayacaqsınız ki, burada çörək və yumurta bu arada dənəsi 1.60-adır. Yəni ki, 6 dənəsini sən təqribən 6-7-10 manat civarında alırsan. So, you're gonna get with it. Nəhayət, xörəyimiz də hazır. Radisi bir 40 dəqiqəm getdi buna. Bazilik soslu İtalyan pastası. Üzərində də mal ətindən kotlet. Məncə çox dadlı alınmalıdır. Həm də ki, çox hacam. Yenə yoxlayaq. İsveçdəki özümün şəxsən pişirdiyim ilk isti xörək, özü də ətlə, əsl Azərbaycan adət-ənənələrinə uyğun olaraq. Super. Sadəcə super. Siz də məni izləyin. Dönəmdə nəyəsə yeyirsinizsə, içirsinizsə, abur, cubur, nahar, səhər yeməyi fərq etmir. Sizin hər birinizə nuş olsun. Bon appétit. İsveçdəki 5-ci günümüz, mühüm bazarlığımız və bellissimo bir xörəyimiz.